Əbu İbrahim cümə günü sədəqə vermək barədə soruşur. Deyir ki, bunun bir fəziləti varmı? Dəyərli qardaşım Əbu İbrahim, Allah sənə bərəkət versin. Cümə gününə gəlincə, Peyğəmbər əleyhissalatü vəssalam həmin gecəni xüsusi olaraq namazla, qiyamla keçirməyi, gündüzünü isə xüsusi olaraq orucla keçirməyi qadağan etmişdi. Bu bizə göstərir ki, Peyğəmbər əleyhissalatü vəssalam bizi belə fəzilətli zamanlarda insanın adət etmədiyi bir şeyi o günə məxsus etməməsi, özündən xüsusi ibadət çıxarmaması barədə xəbərdar etmişdi. Məsələn, bir şəxs hər gecə namaza qalxırsa və bura cümə gecəsi də daxildirsə, bunda bir problem yoxdur. Amma bir kəs bütün həftə boyu gecə namazı qılmayıb, yalnız cümə gecəsini buna ayırırsa, biz buna yox deyirik. Çünki Peyğəmbər əleyhissalatü vəssalam cümə gecəsini namaza, cümə gününü isə oruca məxsus etməyə qadağan etmişdi. Yalnız bir gün əvvəl və ya bir gün sonra oruç tutmaq halı istisnadır. Səhih hədisdə gəldiyi kimi, Peyğəmbər əleyhissalatü vəssalam möminlərin analarından birinin cümə günü oruç tutduğunu görüb ondan, dünən oruç tutmuşdunmu deyə soruşdu. O xeyr dedikdə Peyğəmbər, sabah tutacaqsanmı deyə soruşdu. Yenə xeyr cavabını alınca, o zaman orucunu aç, deyərək ona orucunu açmağı əmr etdi. İndi isə bir məsələ qalır. Bugün Allahın əzəmətli günlərindən biridir. Bəs bu gündə sədəqə vermək şəriətə uyğundurmu, yoxsa yox? Peyğəmbərin əleyhissalatü vəssalam hədislərində cümə günü sədəqə verməyin xüsusi şəriət əsası olması barədə əlimizdə bir dəlil yoxdur. Buna görə də elm əhli arasında ixtilaf yaranmışdı. Bəzi alimlər deyirlər ki, sədəqə məsələsində cümə gününün heç bir xüsusiyyəti yoxdur. Çünki Peyğəmbərin əleyhissalatü vəssalam cümə gününün vəzifələrini və əməllərini bəyan edərkən sədəqəni qeyd etdiyi sabit olmamışdı. Digər qrup elm əhli isə belə hesab edir ki, salih əməllər fəzilətli zamanlarda və məkanlarda yerinə yetirilərkən daha da əzəmətlənir. Məsələn, Peyğəmbərin əleyhissalatü vəssalam hədisində buyurulduğu kimi, Allah qatında salih əməlin daha sevimli olduğu günlər bu 10 gündən, yəni Zilhiccənin ilk 10 günündən xeyirlisi yoxdur. O salih əməllər dedi və Peyğəmbər əleyhissalatü vəssalam bu günlərdə salih əməllər görməyə təşviq etdi. Bütün salih əməllər nəzərdə tutulur. Sədəqə də o salih əməllərdən biridir. Beləliklə dedilər ki, cümə günü əzəmətli və fəzilətli bir gün olduğu, müsəlmanların həftəlik bayramı sayıldığı üçün, belə bir gündə sədəqə vermək ən uca əməllərdən biridir. Necə ki, Kəhf surəsini oxuyursan, necə ki, Allahı çox zikr edirsən və məsələn, əsir vaxtından sonra dua edirsən, sədəqə də bu əməllər sırasındadır. Buna görə bəzi tədqiqatçı alimlərdən rəvayət olunmuşdur ki, onlar cümə günü sədəqə verməyə çox can atardılar. Onlar deyirdilər ki, bu sədəqənin savabı kəmiyyət, miqdar baxımından deyil, keyfiyyət baxımından qat-qat artır. Yəni, sədəqəni fəzilətli bir zamana təsadüf etdirdiyin üçün belədir. Ümumiyyətlə, bu məsələ genişdir. Yəni, qəti qadağa yoxdur. Allaha həmd olsun. Əbu İbrahim cümə günü sədəqə vermək barədə soruşur. Deyir ki,